İndi isə 8-ci testin izahını verək. Yenə son Ayza qaydasıdır. Cümlə təsdiqdədir. Təsdiqlə cavab verərəm. Ayzer getdi. Neither getdi. Qaldı B ilə E variantı. My son mübtəda, prefers xəbərimdir. S var sonunda, demək ki, köməkçim do does olacaqdı. E variantı. B də is olmaz. Niyə görə do does deyirəm uşaqlar? Çünki burada ola bilər sənin mübtədanı, məsələn, my daughters versə, sən do verərsən. Da deyə bilməzsən ki, orada prefers vermişdi. S-ə görə mən %100 does verməliyəm. Sən mübtəda ilə mütləq şəkildə uzlaşdırmalısan. Ona görə do does deyirəm ki, sonra belə sadəcə do yaxud sadəcə does yadda saxlayıb başqa testdə qarşınıza çıxanda çaşa bilərsiniz. 2-də scissors qayçı cəmdədir. E variantı that tək istəyir. Cümlə sonunda they verə bilmərəm adlı halda. Deyirəm they o halda cümlə sonunda gələr ki, sual cümləsi olar, özündən əvvəl köməkçi olar. Burada da sual deyil. Deyir ki, I don't need scissors, qayçıya ehtiyacım yoxdur. You may take, götürə bilərsən, yenə də qayçını deyibdir. Baxın, qayçını götürə bilərsən. Qayçı da tək də deyil. S-i var, 2 hissədən ibarətdir, cəmdədir. Cəm olan hər şey dem olacaqdır. 3-də when gördüm. When-dən sonra indiki bitmiş gəlməz. Baxın, when gördüm. When-dən sonra indiki bitmiş gəlməz. Gələcək gəlməz. Tərəflər uzlaşmaya getməlidir. Left keçmiş is sleeping indiki davam edici. Sleeps indiki was sleeping keçmiş davam edici. Qalır cavabım E variantı was sleeping. I left. E variantı. Sonra gəldik 4-ə. Yenə modal gəlibdir. But. But-dan sonra təsdiqdir. But-dan əvvəl inkar verməliyəm. A gedir, B gedir, C gedir. Did köməkçimi veribdir. Elə özündən E variantı. Need-in köməkçisi özüdür. Did yox. Has been, have has üstə gəl participle to. When, what time-dan sonra have has gəlməz. 3-ləri çıx. 4-ləri çıx. How long ago keçmiş zamandır. 2-ləri çıx. Yəni köməkçisi how long ago-nun did olmalıydı. Qalır 1-lə 5. Bəli, how long bir də since olar. 6-ya gəldim. Heavy ağır deməkdir. Deməli, baxacağım. Matchdan sonra area da more gəlməlidir. Enoughdan sonra isim gəlməlidir. Deməli, rarely heavy. Burada deyir ki, that box over there. Oradakı qutu ağırdır. I can't lift. Mən onu qaldıra bilmədim. Rarely nadir hallarda deməkdir. Little az deməkdir. Əgər biraz desəydim, biraz ağırdır desəydim, onda little verərdim və heavy-də müqayisədə verərdim. Səhvdir. Qalır cavabım C variantı. 7-də onu gördüm. Sual cümləsini yoxlayaq görək. 4. Sonra köməkçi gələcəkdir. Was. Sonra mübtəda 1. 4-3-1. 4-3-1. Bu variantı. Dedicated to. Bəli, sual cümləsidir. Gəldi indi 8-ə. 8-də baxın. Complex object qaydasıdır. Bu dəfə hazır cavablardan baxacağıq. Let birinci qrupdur. To istəmir. Encourage 3-dür. To do olmalıydı. Allow 3-dür. To do olmalıydı. Make 1-dir. To-suz olmalıydı. Let birinci qrupdur. Bəli, do heç nəsiz düzdür. D variantı. 9-a gəldik. Give me. Canlı obyekt give-in düz yanında gəlibdirsə, arada heç nə yoxdursa, deməli boşluq olacaqdır. İndi ikinci tərəfdə give them veribdir. Yenə anybody, bir dənə də canlı obyekt var və arada söz var. Canlı obyekt give-dən uzaqlaşıb, deməli to gələcəkdir. Canlı obyekt düz yanındadırsa, boşluq, amma baxın burada give veribdir. Nöqtə. Canlı obyekt buradadır, uzaqdadırsa, deməli to olacaqdır. Burada da başqa bir söz varsa, yəni araya söz girir. Onda mübtədalar eyni olmaz, passiv qaydasıdır. Baxın, passiv. Mübtədalarım ay eyni olmaz. Sonra lost keçmiş zamandadır. Was və participle to. B variantı. Are indiki zamandır. C-də ümumiyyətlə was yoxdur. Was və yoxdur daha doğrusu. Praise, tərif. Birə olacaq bu. Word show approval for of or admiration for somebody. Kim nəsə deyir, bəyənməni, heyranlığını göstərən sözlər. Prize mükafat, award, zaten bunu əzbərləmişik, bilirik. Price də qiymət, dəyər. Bu acı olur B variantı. 12-də yenə mübtəda xəbər uzlaşmasıdır. 2 isim yanaşı gəlib. News-a baxıram, təkdədir. News təkdədir, is təkdədir. Biri götürdüm. A number of-un xəbəri cəmdir.
A hundred soldiers, 100 əskər. Cəmdir, has olmaz. Both and həm coffee, həm də çay, həm də cəmdədirlər. Are düzdür. 1 4. A variantı. Close meaning yaxın mənalı deyir. Defend müdafiə etmək, criticize tənqid etmək, distribute paylamaq, amma proclaim elan etmək, announce elan etmək sinonimdir.